Hər vaxtınız xeyir olsun dəyərli dostlar. Bu müəllim Rusiyadan gəlib, mənim yerlimdir. Masallı'nın Hışkədərə kəndindən. Bəli. Bizdən bal istədi, biz də gəldi. O da bizə çay qonaqlığı verdi. Əlbəttə ki, bal da bizdən. Maşallah. Həbib müəllim, Mayski bal, maşallah. Bizim balın dadına baxdınız. Süper. Rusiyada da siz bal çox yemişsiniz. Bayaqdan danışır idiniz, siz 6 ayda yəni belə yedi. Filan yerə getmişdim, bal alıb yedim. Bizim ballar necə idi? Süper baldır. Bu balın qeyri-adi dadı var. Bu bal elə bir ki, mən deyərdim ki, bəlkəmdə ən yaxşı ballardan biri bu baldır. Özü mayski baldır. Ən yaxşı ballar da mayski balıdır. Hə, təkcə süzülmüş bal yox, eyni zamanda atom məcunu da verdim müəllimə. İnşallah Rusiyaya aparar, orada da göstərər dostlarına ki, belə bir şey Azərbaycanda var. Şam balı da vermişik. Bəli. Hə, İnşallah Allahın köməkliyi ilə bir gündə bizim arı bağına gələrsiniz mütləq. İnşallah. Oradan paylaşım eləyərik. Ora çox fərqli bir yerdir. Dostlarımı da götürüb gələrəm inşallah. İnşallah. Aziz dostlar, sizi də salamlayırıq. Allah sizləri var eləsin. Sağ olun. Sağ olun.